25 gün əvvəl 1983-cü ilin bax bu diplomatını aldım. Maşını hamı bəyəndi, bütün ölkə izlədi və dedilər ki, biraz yaşlıdır, bu qocanı cavanlaşdırmaq lazımdır. Mən bunu təmin etmək üçün nə etdim? Yaxşı servis axtardım. O servis Prime Tuning oldu. Prime Tuning'dən tanış olduq, onlar bu qocanı cavanlaşdırdılar. Məncə şərhə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Diplomatımız super vəziyyətdədir. Ətraflı bu maşında nə iş görülüb, indi Bünyamin danışacaq. Bünyamin salam. Salam Fərid. Çox sağ ol, təşəkkür edirəm bütün komandaya. Dəyməz. Nə iş gördünüz maşında? Avtomobildə bilirsiniz ki, boya, yəni renk problemi ilə servisimizə yaxınlaşmışdı, boya yanması ilə. Tərəfimizdən avtomobilin rəngi demək olar ki, tam avtomobilin üzərindən çıxarılıb, yenidən rəngləndi, tam restavrasiya olundu, disklər rəngləndi, avtomobildə kimyəvi təmizlənmə, detallı cilalanma və bir çox işlər görüldü, təhvilə sizə hazırdır. Bu işlər isə yalnız və yalnız 15 günə, yəni 15 iş günə, ümumilikdə 18 gün çəkdi. Bəli. Təşəkkür edirik sizə bir Sağ ol, daha. Fərid. İnşallah növbəti işlərdə görüşərik. Siz də ürək rahatlığı ilə müraciət eləyə bilərsiniz.